Salam değerli izleyicilerimiz. Bugün size çok güzel bir evini tanış edeceğim. Geniş heyətinə, geniş otaqlarla, gözəl həyətində pisirkasına qədər belə gözəl bir evdir. Evimiz 3 sotun içində yerləşir. 4 otaqdır. Həm mətbəxi çox genişdir. Hazır 25 kvadratı mətbəxidir, bir 30 kvadratda qonaq otağımızdır. Geniş şəbəkə pəncərələrləndir. Gördüyünüz kimi gözəl. Bulvar daşından da üzləmə həyəti döşənlikdir. Evimiz 5-6 kürsədə, sadəcə həyəti biraz qaldırıblar deyə. Görsünə gözəl həyəti var. Evimiz paket qurcadır. Evimizin həyəti tam qurtarıbdır. Evimizdə son tamamlama işləri gedir. Dəyərlərimiz, evimiz qoşa kubik, monolit betondur. Gördüyünüz kimi pilləkən son tamamlama işləri gedir. Bütün birinci mərtəbə gördüyünüz kimi istipoldur. Monolit betondur, mətbəxlə zal. Mətbəxlə koridor, hamam hissəsi bütün istipoldur. Bura bizim qonaq otağımızdır. Çox gözəl, zövqlü təmir olunubdur. Evimizin gördüyünüz kimi bütün spotlar atılıb. Twist'in üstünə tutulan yerlərdir. Bəşə həyətə baxır. Çox zövqlü, təmirdən çıxmış bir evimizi sizə təqdim edirəm. Evimizin hündürlüyü də çox gözəl, hündür bir. Evimiz 3 metrdə təmiz hündürlük alır. Bura bizim mətbəximizdir. Gördüyünüz kimi mətbəx və nəzərdə tutulan yer buradır. Burada şöyle yandırın baxarsınız. Və gördüyünüz təxmin olaraq 25 kvadratdan az deyil. Böyle geniş bir mətbəximiz var. Dərdi mətbəximiz gedilmiş günü istipoldu. Bu belə böyük, zövqlü təmirdən çıxmış. Kanala abone olmuş videolarımızı beğenmeyi unutmayın. Evin arkasında da böyle bir yer saklanıbdır. Böyle kombi aparatı nəzərdə tutub bura. Qazıl suyu işığı var. Mərkəzi qanal sistemidir. Evimizin qiyməti 137 manata təklif olunur. Real alıcılarda endirim olacaq. Bura hamam otağıdır. Gördüyünüz kimi son tamamlama işlər qalıb. Maksimum 2 günlük evimizin işi qalıb. Tam hazır vəziyyətdə ev sizə tərifini veririk. Gecə ikinci mərtəbəyə, göz ikinci mərtəbə pilləkəndə çox gözəl, zövqlü yığılıbdır, meşə materialındandır. Evimiz bu neçə gündə yağan yağışların nəzərə alaraq evimizin həyətinin küçəsində bir dənə olsun belə bir dənə nəmişlik söhbəti ola bilməz. Bax, hündür bir ərazidə yerləşir, birbaşa Duz Gölü panoramadır. Yanında da eyni proyektdə bir evimiz var. İki qardaş, iki dost, ya eyni aile üzvləri. Əgər yan-yana iki vaxtlarsa, bu evlər sizin üçün həqiqətən uyğundur. Yuxarı mərtəbənin böyük yataq otağımız yenə böyük pəncərələrlə çox gözəl evə zövq verir. Çox gözəl görkəm var evin çöl görüşündən belə, həm də evin içi də çox gözəl, belə işıqlıdır. Bütün evlərin hündürlüyü də normal standartdan da artıqdır ki, əskik deyil. 3 dənə də böyük yataq otağımız var, yuxarıdadır. Gördüyünüz kimi pəncərənin qarşısında tam açıqdır. Heç bir həyətə baxmır. Evimizin hər tərəfi işıqlar tam günəş şüası qəbul edir. Bu isə digər yataq otağımızdır. Bunu da qarşılıyorsunuz ki, açıqdır. Evlər yəni çox aralı məsafədədir. Bu da hamam otağımız. Əlaqə nömrəsini xatırladıram. 050 055 662 82 12. Ətraflı məlumat üçün əlaqə saxlayıb gəlib yerində tanış ola bilərsə, həqiqətən çox zövqlü və təmirdən təzə çıxmış bir ev. Deyərdim ki, ən gözəl evlərdən birisi budur.